Elhamdülillahi vahde ve salatu ve selamu ala men la nebiyye ba'de amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Bu Novruz barədə soruşurlar. Ümumiyyətlə, İslamda Novruz var, İslam necə baxır bu cür bayrama? Əslində, İslam, təbii ki, İslamda yoxdur belə şey. Novruz və ya başqa cür bayramlar. İslamda iki bayram var, əsas. O da Qurban bayramıdır. Bir də Ramazan bayramı, oruçluq bayramı. Bundan başqa, yəni bayram yoxdur İslamda. Və bu bayramları Allah Subhanahu taala bizə, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bizə tövsiyə edib. Başqa bayramları tövsiyə eləməyib. Amma təbii ki, İslamdan qabaq və ya insanlar özləri ixtira etdiyi müəyyən bayramlar var. Təbii ki, biz hələ məsələlərə qarışmırıq. Onlardan da belə məsələn Novruz. Novruz, bilirsiniz ki, bu fars sözüdür. Bu, İslamdan qabaq olan məcusilərin adətləri idi, bayramları idi. Bunun İslamla heç bir əlaqəsi yoxdur. Müsəlman gələk uzaq ola belə şeylərdən. Təbii ki, indi bizdə adətdir, eləyirlər. Amma insanlar bilsin ki, bu İslamla heç bir əlaqəsi yoxdur. Ne üçün? Bunun səbəbləri də var. Müəyyən səbəbləri və çünki bəzi firqələr İslamda bunu hətta İslamla əlaqələndirirlər. Bəziləri məsələn deyirlər ki, gör ki, o gün Əli ibn Əbi Talib radiyallahu anh, Omar ibn Xattabın qaynatasının hakimliyə namizəd idi. Namizəd, yəni və ya taxtına oturan günü idi. Cürbə şeylər danışırlar. Gök taxtına oturan günü idi, Novruz. Təbii ki, bu görsənir ki, hardan gəlib, bu yollarla, bu cür ad verməklə, təbii ki, daima Əhl-i Beytdən istifadə eləməklə müəyyən adətləri qorumaq üçün ad veriblər. Əhl-i Beytdən istifadə olunur. Lakin belə şey yoxdur, düzü. İslam dinində belə bayram yoxdur. Çox bu məsələyə varmaq düzgün deyil. Salam. Düzdür, indi bizdə adətdir. Amma bilin ki, bu İslamla heç bir əlaqəsi yoxdur. Bəli. Vəssalamu aleykum və rəhmətullahi və berekatuhu.